وَمَنْ يَفْعَلَ ذَٰلِكَ يَلْقَ أَثَامًا. Kim bunu edərsə, kim bunları edərsə, o mütləq cəzalandırırlar. Və zinə də bu da daxildir. Və şəriətin zinə üçün təyin etdiyi 2 cəza var. Həcc cəzası. Onlardan birisi evli üçün, digəri də subay olan üçün. Və şəriət bunları bir-birindən ayırıb. Subay üçün evli olmayanın, yəni evli olmayan zinakarın həcc cəzası nədir? Əz-zaniyyətu vəz-zani fəclidu kullə vahidin minhumə mi'ətə cəldə. Zinakar qadın və kişi. Fikir verin, zinakar qadın və kişi. Oğurluq barədə, oğurlar barədə Allah subhanahu wa ta'ala nə dedi? Vəs-sariqu vəs-sariqa. Oğru kişi və qadın. Oğrularda Allah azze və cəllə birinci kişi oğrunu qeyd edilir, yoxsa qadını. Niyə? Amma zinakarlarda birinci vəz-zaniyə. Sonra vəz-zani. Çünki Allah azze və cəllə bunlar təsadüfi deyil, əslə qaytarır. Çünki oğurluqda əsl olan nədir? Kişinin oğurluğu, yoxsa qadının. Kişinin. Bu bir. Və zinada kişinin zina etməsi, hətta örfən insanların nəzərində daha qəbih, çirkin görünür, yoxsa qadının? Qadının. Ona görə Allah azze və cəllə birinci qadını zikirlədi. Zinakar qadın və zinakar kişi. Fəclidu kullə vahidin minhumə, onların hər birisinə mi'ətə cəldə, 100 şallaq vurun. Bu ayədir Quranda. Deməli, Allahın kitabında əmr edilən, zinakar üçün təyin edilən həcc cəzası hansıdır? Şallaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mi'ətü cəldə və nəfyü sənə. 100 şallaq və 1 il sürgün. Ona görə subay, zinakar 100 şallaq vurulur və 1 il sürgün edilir. Hətta insanlar o hadisəni unutsunlar. Və 1 ildən sonra qayıdır yaşadığı yerə. Və indiki zamanda 100 şallaqdan sonra 1 il onu nə edirlər? Həbs edirlər. Cəmiyyətdən ayrılırlar. Cəmiyyətdən təzrid edirlər. 1 ildən sonra buraxırlar. Subay zinakarı. Evli zinakarın hökmü nədir? Rəcim. Yəni daşqalaq. Və fikir versəz İmam Əhməd rahiməhullah zinakarın bu 2 həcc cəzasından ikisini də qeyd eləmədi. Cəldi qeyd eləmədi. Məhz rəcmi qeyd elədi. Səbəb nədir? Bayaq dediyim səbəb. Çünki şallağı subay, zinakar üçün təyin edilən həcc cəzasını inkar edən yoxdur. Quranda varid olduğuna görə. Müsəlmanlardan söhbət gedir, bidət əhlindən. Rəcmi inkar edənlər olduğu üçün, hətta bu gündə Quranilər, məsələn, rəcmi inkar edirlər. Deyirlər ki, zinakar fərq etməz. İstər subay olsun, istər evli. Onun cəzası nədir? 100 şallaq. Dəlil, ayə. Deyirlər ki, ayədə Allah subhanahu wa ta'ala dedi ki, vəzzaniyə vəzzani. Zinakar qadın və kişi. Demədi evli və ya subay. Sünnə qəbul etmədiklərinə görə. Amma sünnəyə dönsələr, bilərlər ki, sünnə bu qeydi qoyub. Sünnə izah edib ki, bu ayədə qəsd edilən, təyin edilən o cəza kimlər üçündür? Evli zinakar üçün deyil. Subay zinakar üçündür. Ona görə İmam Əhməd rahimehullah burada məhz bunu qeyd edir. Və deyir ki, "Vər-racmu haqqun alə mən zənə." Rəcim zinakar üzərində haqq olan bir hökmdür. Daşqalaq. Bütün zinakar yox. Və qad uhsin, yəni evli olan, evlənmiş olan. Qeyri-şərtsiz, yoxsa şərtlər nə? Onu qeyd edir. İmam buyurur ki, "İzə i'taraf əv qamət aleyhi beyyinə." Özü etiraf edəcəyi və ya özünə qarşı hüccət dəlil, yəni şahidlər gətiriləcəyi təqdirdə. Və İmam Əhməd rahimehullah burada rəcim cəzasının təyini üçün 2 məsələni qeyd edir. Yəni rəcim cəzası nə ilə təyin edilir, nə ilə isbat edilir? Onlardan birisi nə idi? Etiraf. İkincisi beyyinə, dəlil, yəni şahidlər. 4 şahid. Allah azze və cəllə buyurur ki, "Vəllezîne yermûnel muhsenat." O kəslər ki, iffətli qadınlara iftira atarlar. "Sümmə lem yə'tû bi arba'ati şuhada."
sonra 4 şahid gətirməzlər. Yəni kimsə zinada ittiham etdisə, nə etməlidir? 4 şahid gətirməlidir. Təsəvvürlə bir nəfər gəldi, şahid durdu, vəsf elədi, necə görüb, necə olub. İkinci də gəldi, eyni ilə və təbii ki, şahidlik ayrı-ayrı məclislərdə olur. Hətta biri birindən götürməsin deyə. Qazi soruşur ki, görüm şahidlər arasında ziddiyyət var, sözlərində yox. Bəlkə uydurublar. Və üçüncü gəldi, şahidlik elədi. Dördüncü tapılmadı. Nə olur? Yəni, 3 nəfər şahid gəldi, şahidlik elədi ki, görmüşük. Dördüncünü tapa bilmədilər. Və qadın şahid də keçmir, kişi olmalıdır. 4 dənə kişi. O üçünə qazf cəzası tətbiq olunur. Fəclidu 80 cəldə. Hərəsinə 80 şallaq. Kim 4 şahid gətirə bilməsə. Və həmçinin burada üçüncü bir yol da var. O da hamiləlikdir. Məsələn, qadın evli deyil. Və ya haçansa evlənib, boşanıb. Hamiləlik dəlil ola bilər və əlamət ola bilər, o zinə edib. Bunda alimlər ixtilaf ediblər. Əksər alimlərə görə yox. Niyə? Çünki qadın cürbəcür yollarla hamilə qala bilər. Hətta təsadüf nəticəsində ola bilər. Deməli, hamiləlikdə şübhə var ya yoxdur. Şəriətdə də qaydadır ki, şübhə hədd cəzalarını dəf edir. Hətta kimsə hamiləliyinə görə ittiham edilsə zinada və o nə isə bir şübhə gətirsə ki, bu zina ilə yox, təsadüf nəticəsində olub, o qazi tərəfindən mütləq qəbul edilir və ona hədd cəzası tətbiq edilmir. Ona görə alimlərin əksəriyyəti rəcm cəzasının təyini üçün 2 şeydə durublar. Birincisi etiraf, zinə edən özü gəlib etiraf etməlidir. Təsəvvür edin. Mümkündür bu. Zinə edən gəlib özü etiraf eləsin ki, mən zinə etmişəm, məni öldürün. Mümkündür, baxır kimlər üçün və kimlər barədə. İmam Şafi rahimehullah deyir ki, nəzəri olaraq bu yerində qalsa da, praktiki olaraq demək olar ki, sıradan çıxıb. Etiraf qapısı demək olar ki, sahabə nəsli həyatdan köçməsi ilə etiraf qapısı bağlanıb. Ümumiyyətlə, İslam tarixində etiraf yalnız Allah Resulü aleyhissalatu vesselamın zamanında baş verib. Sahabə gəlib etiraf edib. Biri qadın, biri də kişi. İmam Şafi rahimehullah deyir ki, demək olar ki, sahabə nəslinin gedməsi ilə etiraf qapısı bağlanıb. Nəzəri olaraq qəbul edirik. Qəbul edirik ki, bəli, 2 şeydən biri ilə təyin edilir, onlardan birincisi etirafdır. Amma gör, sahabə dönəmindən bu yana, bu bir dəfə də olsa baş verib ya yox, baş verməyib. Və bu özü ayrıca sahabələrin imanına, fəzilətinə ayrıca bir dəlildir. İnsan necə yəqin ola Allah Azza və Cəllənin hökmlərində. Hətta zinakar birisi gəlib etiraf edir ki, Allahın Rasulü, mən zinə etmişim, etiraf etmir deyə tələb edirdi. Şahidə ehtiyac yoxdur, tələb edirdi. Hətta Allah Rasulü üzünü çevirəndə, üzünü çevirdiyi yerə dururdu, üzünə baxırdı ki, ey Allahın Rasulü, məni təmizlə. O dərəcədə. Və bəzi alimlər isə hamiləliyi əsas kimi götürüblər. Və sual verilsə ki, bəs İmam Əhməd rahimehullah özü, çünki şərh elədiyimiz kitab İmam Əhmədin kitabıdır. İmam Əhməd özü hansı rəydə olub? İmam Əhməddən bu barədə 2 rəy gəlib. Onlardan birisi elə budur. Hansı? İzə ətəraf əv qamət aleyhi beyinə. Etiraf, bir də beyinə. Yəni şahidlik. İmam Əhməd məzhəbində məşhur olan budur. Amma İmam Əhməddən başqa bir rəvayətdə gəlib, o İmam Məlikdən də gəlib. Və Şeyxülislam İbn Teymiyyə rahimehullahın da tərcih etdiyi budur ki, hamiləlik rəcm cəzasının təyini üçün 3 səbəbdən birisidir. Və bunu deyən alimlərin dəlillərindən birisi də Ömər İbn Xattab radiyallahu anhunun bu sözüdür. Deməli, İbn Abbas
radiyallahu anhuma deyir ki, Qalə Umar ibn Xattab və huvə calisun alə minbəri Rasulillah sallallahu aleyhi və səlləm. Ömər ibn Xattab Allah Rasulunun minbərində oturmuş vəziyyətdə belə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində, minbər üzərində öz xilafəti zamanında Ömər ibn Xattab insanlara xitab edir. Deyir ki, İnna Allaha qad ba'asa Muhammedən bil haqq. Həqiqətən də Allah Muhammədi haqq ilə göndərdi. Və ənzələ aleyhil kitab. Və ona kitab nazil etdi, Qur'anı. Fəkənə mimmə unzilət aleyhi ayətur racim. Ona, Muhammədə nazil olan ayələrin içərisində rəcm ayəsi var idi. Yəni, Qur'anda əslində rəcm Qur'an ayələrindən birisi olub. Sadəcə olaraq tilavəti nəsx olub. Oxunuşu aradan qalxıb. Çünki nəsxin 3 növ var. Allah Azze və Cəllə buyurur ki, Mə nənsəx min ayətin əv nunsihə nə'ti bi xayrin minhə əv mislihə. Biz bir ayəni nəsx edib, yəni biz bir ayənin hökmünü nəsx edib. Nəsx nədir? Hökmü qaldırmaq. Ayənin mənası budur. Mə nənsəx min ayətin, biz bir ayənin hökmünü ləvq etsək, qaldırsaq və ya onu unutdursaq. Ayəni unutturmaq. Ayənin nəyini unutturmaq? Ayənin hökmü unudula bilər ya yox? Unudula bilməz. Əgər ayə Qur'anda qalıb hökmü necə unudula bilər? Ayənin qirayəti. Ona görə Allah Azze və Cəllə buyurur ki, başqa ayədə Sənuqri'uka fələ tənsə, biz sənə Qur'anı oxudacağıq. Fələ tənsə, unutmayacaqsan. İllə məşə Allah, Allahın istədiyi ayələrdən başqa. Yəni Allah Azza və Cəllənin istədiyi bəzi ayələr olacaq ki, unudacaqsınız. Əgər bu Allah Rasuluna aiddirsə, sahabələr necə? Və bunun misalları çoxdur Qur'anda, sünnədə. Məsələn, ilk öncə bu ayə belə nazil olmuşdu. Hafizu aləs-salavat və salatil vusta və salatil asr və qumu lillahi qanitin. Namazları, orta namazı, yəni əsr namazını qoruyun. Ayə belə nazil olmuşdu. Və sahabələr də əzbərləmişdilər. Belə də oxuyurdular. Və sonra bu ayənin tilavəti nəsx edildi. Və ayə belə nazil oldu. Hafizu aləs-salavat və salatil vusta və qumu lillahi qanitin. Salatul asr kəlməsi nəsx edildi. Sual, dəlil hədisin özündə gəlir. Səhih Müslimdə. Ayşə anamız radiyallahu anhə deyir ki, ayə birinci belə nazil olmuşdu. Və sonra ayənin qirayəti nəsx edildi bu ləfz ilə. Sahabələr o qədər öyrəşmişdilər buna. Təsəvvür edin, Əhzab surəsi Bəqərə surəsi boyda idi. İlk vaxtda. Ona görə hətta bir dəfə Abu Davudun sünənində gələn hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm namazda, səsli namazda, qirayət zamanı ayəni unudur və ötürür. Və namazdan sonra dönür sahabələrə və deyir ki, mənim çaşdığımı, unutduğumu gördünüz, niyə xatırlatmadınız? Sahabələrin cavab bilirsiniz nə olur? Deyir ki, ey Allahın Rasulü, biz elə bildik ki, ayə nəsx edilib. Ayə unutturulub. Yəni, o qədər vərdiş işləmiş. Yəni, bu sahabə zamanında məruf bilinən bir şeydir və o ayələrdən birisi də rəcm ayəsi olub. Və ona görə nəsxin 3 növ var. Onlardan birincisi budur ki, ayənin oxunuşu Quranda qalır, lakin hökmü götürülür. İkincisi bunun əksi, hökmü qalır, hökm qalıb, qirayəti götürülür. Rəcm ayəsi kimi. Hökmü qalıb. Amma ayənin oxunuşu yoxdur Quranda. Üçüncüsü də ki, həm tilavətin, həm də hökmün ləvxi. Həm ayənin özü götürülüb, həm ləfsi, həm də hökmü. Ona görə Ömər ibn Xattab radiyallahu anhu deyir ki, fəkənə mimmə unzilət aleyhi ayətur racim. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan ayələr içərisində həmçinin rəcm ayəsi var idi. Qara'nəhə, o ayəni biz oxuduq. Və vəaynəhə, və aqalnəhə, onu öyrəndik, başa düşdük. Fərəcəmə Rasulullah sallallahu aleyhi və səlləm,
Allah Resulü rəcm etdi. Yəni bunu biz tətbiq elədik. Və rəcəmnə ba'dahu. Və ondan sonra biz də rəzm etdik. Fəəxşə in talə bin nəsi zəmanun ən yəqulə qail. Qorxuram ki, elə bir zaman gələ ki, vaxt keçə, elə bir zaman gələ ki, kimsə yerindən durub deyə, mə nəcidur rəcmə fi kitabillah. Biz rəcmi Allahın kitabında tapmırıq. Yəni inkar edər bu hökmü. Fəyadillu bi tərki faridatin ənzələhəllahu Teala. Və beləcə Allah Azza və Cəllənin vaxtı ilə öz kitabında nazil etdiyi bir hökmü, fərzi tərk etməklə yolundan azar. Və innər rəcmə fi kitabillahi haqqun alə mən zənə izə uhsin. Bilin ki, rəcm Allahın kitabında hər bir evli, zinakar üzərində haqq olan hökmdür. Minər rical və nisə. Həm qadın, həm də kişi, evli, zinakarlar üzərində. İzə qamətil beyyinə. Əgər dəlil, hüccət qaldırılsa, yəni şahidlər, əv kənəl həbəl və ya hamiləlik olsa, əvəl i'tiraf və ya zinakar özü bunu etiraf etsə. Ömər ibn Xattab radiyallahu anhu neçə əlamət əsas gətirdi? 3 dənə. İzə qamətil beyyinə, şahidlər, əv kənəl həbəl, hamiləlik, əvəl i'tiraf. Ona görə hamiləlik də hədd, rəcmin tətbiqi üçün səbəblərdəndir deyən alimlərin dəlillərindən birisi də budur. Və bu əsəri İmam Buxari və Muslim ittifaqla rəvayət ediblər. Və sonra İmam Əhməd rahimehullah, qutarırıq, az qalıb, deyir ki, təbii ki, subay, evli olmayan zinakarın cəzasının dəlilini bildik. Dəlili hardadır? Quranda. Bəs rəcmin dəlili hardadır? İndi İmam Əhməd deyəndən sonra ki, rəcm haqdır, evli zinakar üzərində və etiraf ilə, həmçinin şahidlərin şəhadəti ilə təyin edilir, ondan sonra rəcmin dəlilini gətirir. Və deyir ki, وَقَدْ رَجَمَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Dəlil budur. Çünki Allah Rasulü aleyhissalatu vesselam rəcm edib وَقَدْ رَجَمَتِ الْأَئِمَّةُ الرَّاشِدِينَ. Həmçinin raşid imamlar, xəlifələr də rəcm ediblər. Deməli, İmam Əhməd rəcmin haqq olduğuna nəyi dəlil gətirdi? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini ki, Allah Rasulunun zamanında rəcm edilib və həmçinin raşid xəlifələrin zamanında onların xilafətində rəcm olunub. Elə dəlillərindən birisi də Ömər ibn Xattabın bayaq qeyd etdiyim sözü. Fərəcəmə Rasulullah və rəcəmnə ba'dahu. Allah Rasulü və ondan da sonra biz rəcm etdik. Hətta Əli radiyallahu anhu öz xilafəti zamanında bir qadını cümə günü rəcm etdirir, hökm verir və deyir ki, rəcəmtuhə bi sünnəti Rasulillah sallallahu aleyhi və səlləm. Allah Rasulunun sünnəti ilə, sünnəti üzərə o qadını rəcm etdik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında da deməli, rəcm hadisəsi 3 dəfə olub. Onlardan birincisi Ma'iz ibn Malik radiyallahu anhuya tətbiq edilən rəcm, o da etirafla olub. Allah Rasulü sahabələrlə məsciddə oturarkən Ma'iz girir məscidə və deyir ki, Allahın Rasulü zinə etmişəm, mən təmizlə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem üzünü çevirir. Gəlir, durur, üzü ilə üzbəyüz deyir ki, Allahın Rasulü zinə etmişəm. Allah Rasulü üzünü çevirir. Çünki çox ağır yəni cəzadır və alçaldıcı cəzadır. Və sonra Allah Rasulü bəzi suallar verir. Deyir ki, ola bilsin öpmüşsən. Başqa şey olub. Üzr gətirmək istəyir. Çünki şəriətin, qardaşlar, həcc cəzalarını tətbiqdə, təyində məqsədi insan öldürmək deyil. Məqsəd cəmiyyətin islahıdır. Məqsəd budur. Yoxsa İslama görə insanın, yəni bəşər övladının, nəfsinin qorunması ən ali məqsədlərdən birisidir. Və Allah Rasulü görür ki, bu israr edir və sonra özünə soruşur, deyir, sən ağlında problem yoxdur. Dəlili yoxdur səndə. Yəni başını işləyir, deyir ki, bəli, ey Allahın Rasulü, mən zinə etmişəm və vəsf edir. Necə?
öz etirafı ilə Ma'iz İbn Malik radiyallahu anhu rəcm edilir. Və həmçinin Qamidiyyə, qadın, keçən dəstə qeyd eləmişdik. O da Allah Rasulü məsciddə sahabələrlə birlikdə olanda girir məscidə və etiraf edir. Deyir ki, ey Allahın Rasulü, mən zinə etmişəm və məni təmizlə. Və nəticədə Allah Rasulü bir dəfə, iki dəfə üzünü çevirəndən sonra deyir ki, ey Allahın Rasulü, zinə etmişəm və zinadan hamilə qalmışam. Allah Rasulü, yəni gedər, gəlməz ümidi ilə deyir ki, get, yükünü qoy yerə, hamiləlikdən sonra gələrsən. Və hamiləlikdən sonra gəlir qucağında uşaqla və Allah Rasulü yenə də göndərir geri ki, uşaq süddən kəsiləndən sonra gələrsən. Və uşaq süddən kəsiləndən sonra anası uşağı əlində tutmuş vəziyyətdə gəlirlər Allah Rasulunun yanına və Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, qadın əl çəkmir və əmr edir həmin qadını, hətta orada qadın bilirsiniz Peyğəmbər sallallahu aleyhi və səlləmə nə deyir? Deyir ki, ey Allahın Rasulü, sən Ma'iz üçün etdiyi etmək istəyirsən. Allah Rasulü üzünü çevirəndə, onu evinə geri göndərəndə, çünki Ma'iz barədə də belə etmişdi. Və o qadından qabaq Allah Rasulunun cəmiyyətində ilk rəcm olunan sahabə Ma'iz idi. Və ikinci bu idi, Qamidiyyə. Bu ikinci hadisə idi. Ona görə onu qeyd elədi. Və sonra həmin qadını rəcm edirlər, tətbiq olunur. Və cənazəsini yuyurlar, kəfənləyirlər və cənazə namazını qılır Allah Rasulü sallallahu aleyhi və səlləm və sahabələrdən bəzilər təəccüblənirlər ki, ey Allahın Rasulü, biz bayaq onu rəcm etdik, daşqalaq etdik, öldürdük və indi onun cənazəsini qılırıq. Yəni Allah Rasulü və əshabı, ən xeyirli insanlar onun bağışlanması üçün dua edirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o qadının tövbəsi Mədinə əhlinə, bir ləfsdə gəlir ki, Mədinə əhlindən 70 nəfərə, bir ləfsdə gəlir ki, Mədinə əhlinin münafiqlərinə paylansaydı hamısına kifayət edərdi. Və üçüncü hadisə də Yahudilər gəlirlər Allah Rasulunun yanına ki, bizdən bir kişi və qadın zinə edib aramızda hökm verir. Və Allah Rasulü aleyhissalatu vesselam deyir ki, məgər bu haqda Tövratda hökm yoxdur? Deyirlər ki, yoxdur. Yəni rəcm yoxdur. Və orada Abdullah ibn Salam da orada olur. Əvvəli, keçmişi Yahudi alimi olan Abdullah ibn Salam radiyallahu anhu. Və deyir ki, gətirin Tövratı. Gətirirlər və həmin rəcm ayəsinin üstünü əli ilə örtür. Tövratın vərəqlərini açanda əlini qoyur biri üstünə Yahudilərdən ki, Allah Rasulü görməsin. Əvvəlini oxuyurlar, sonrasını oxuyurlar. Və Abdullah ibn Salam da bilir ki, Tövratda rəcm ayəsi var və deyir ki, əlvi qaldır. Və beləcə Yahudilər orada hilələri, yəni ortaya çıxır və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri ilə həmin Yahudi qadın və kişi rəcm edilir. Aydındır. Və bu Allah Rasulü aleyhissalatu vesselamın zamanında baş verən rəcm hadisələrdir. Fayda üçün bir şey qeyd edeyim son olaraq. Əgər rəcm olunarkən və ya rəcmdən qabaq, hətta özü öz üzərinə şahid duran, etiraf edən, etirafından dönsə qəbul olunur. Yəni İslamın bunu çox böyük faydadır. Məqsəd orada kimisə öldürmək deyil. Məqsəd cəmiyyətin islahıdır. Təsəvvür elə, insan bugün etiraf edib və sabah həcc cəzasından qabaq gəldi, etiraf elədi. Etirafından döndü. Etirafından dönsə, o qəbul olunur ondan. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.